Salam dostlar. Dünənki çıxışımda qeyd etmişdim ki, əlimdə olan topladığım kataloqları sizə çəkib göstərəcəm. Buyurun, bu mənim 136-cı və 137-ci sonuncu kanton sərgisində topladığım kataloqlardır. Saymamışam, amma həddən artıq çoxdur. Deməli, sabah 137-ci kanton sərgisinin ikinci turu başlayır. Daha sonra üçüncü tur olacaq və oradan da bir xeyli kataloqlar toplamaq qərarındayam. Bu kataloqlar yüzlərlə fabrik zavoda çıxış deməkdir. Bu kataloqlar 100 minlərlə mala çıxış deməkdir. Odur ki, dostlar, əgər siz hansısa bir malla maraqlanırsınızsa, hansısa bir malın qiyməti, malın parametrləri və yaxud göndərmə xərcləri sizi maraqlandırırsa, çəkinmədən müraciət edə bilərsiniz. Əmin ola bilərsiniz ki, sizin müraciətlər heç bir halda cavabsız buraxılmayacaq. İşlərinizdə bol-bol uğurlar. Sağ olun.